Belə mən bu postu Canva-da 5 manat düzəltmişəm. Mən ona deyim ki, xanım, post deyil də, bu posturaqdır. Əgər bu videonu izləyib hər də dizayner olmaq istəyirsənsə və dizaynersənsə, bu video sənin heç xoşuna gəlməyəcək. Deməli, buradakı olan dəftərə qeydlər almışam və bu qeydlər barəsində danışacağıq. Çünki həqiqətən Azərbaycanda niyəsə rəhbərlər, şirkət rəhbərləri, sahibkarlar və sair və ilaxır heç birisi bu dizaynerlərə hörmət qoymur. Qardaş, niyə qoymur? Səbəbləri burdadır. İndi istəyirsinizsə, bir-bir hamısını oxuyacağam və bu video həqiqətən çəkməkdə biraz əmək sərf edirəm. Bax görsən, əlimlə yazmışam. Çap aparatım zadım yoxdur. Əlimlə yazdım. Müştəri dizaynın dəyərini niyə bilmir? Sizə maraqlıdır? Əgər bu arada sizin başınıza bu gəlibsə, yorumlarda mənimlə paylaşmağı unutmayın. Arkadaşlar, logo ilə banneri birinci səhv salır. Qardaşım, bu logodur, bu bannerdir. Bax buna görə sizə görə mən indi montajda çəkib bir dənə logo, bir dənə banner qoyma olacam. Həqiqətən logo ilə banneri tamamilə qarışdırır. Deməli mən bir dənə yerdə işləyirdim. Mənə bir dənə dizayn atdı. Bulin elə dizayn yoxdur da. Deməli bir dənə uşaq var, ağzında biberon var, uşaqlar üçün var, süd vermək üçün qab. O var, bir dənə pamper şəkli var, uşaq və ayın üzərində gəzir. Və bu gördüyünüz şeydə heç birisi vektor deyildi də. Yəni bildiyin şəkillər üzərində qurmuşdu. Vəbşə də belə qaldım ki, what the fuck is going on? Yəni bu nədir də, yəni. İkincisi, biraz böyükdür, biraz kiçik məsələlərdir. Uşaqlar yadınızdan çıxartmayın ki, müştərilər o balans var ha, logo ilə yazı arasındakı olan balans. Onu bilmirlər. Ona görə deyirlər ki, biraz böyük, biraz kiçik. Həqiqətən yəni İşləmək müştərilərlə çox çətindir. İkinci problemimiz nədir qardaşım? Qiymət bazarı məhv olub. Niyə məhv olub? Bunu məhv eləməyin səbəbləri var. Belə deyək də, indi Azərbaycanda Fiverr-dır, nə bilim, belə onlayn saytlar var, çalışmaq üçün dizayner. Onlardan çox istifadə edən yoxdur da, çox az bir kitlə istifadə edir. Mən də heç istifadə eləmirəm, amma yəni heç ehtiyac duymıram belə şeylərə. Əslində yaxşı bir şeydir istifadə eləmək, çünki orada akulalar var, istifadə eləmək olmur da. Promo bir dənə iş atan kimi o 5 ulduz qazanan adamlar o saat işi götürüb işləyir. Hindistanlılar da qardaşım, Hindistanlılar ələ alıb. Deməli 5-10 manata logo düzəldənlər. Mənim gözəl, əgər izləyirsinizsə, mənim gözəl, dəyərli sahibkarlarım, şirkət sahibkarları 5-10 manata logo olmur. Çox saytlardan bu adamlar götürür, lənətə gəlsin də, götürürlər prosto orada bir dənə teksti dəyişirlər. Cəhənnəmə, ikonu da özünü düzəltməmisən. İndilərdə ikon yox, icon. Icon da özünü düzəltməmisən. Heç olmasa bu fontu icona uyğun elə də, kənarları yumrudursa fontu da ona uyğun elə də. Biri dərəyə baxır, biri nə bilim. Buna görə 5-10 manata logo düzəldirlər. Sahibkar da bunu başa düşmür, deyir ki, sən 200 manata düzəldirsən, neynirəm mən onu 5-10 manata düzəltdirərəm də. İkincisi, gözəl mənim tələbələrim. Oxumaq yaxşı şeydir, çalışmaq da yaxşı şeydir. Amma sırf pul gələcək deyə işin dəyərini aşağı salmayın. Valla mən Facebookda çox vaxtı görürəm, Facebookda dizayner qruplarında oluram da, mən həmişə baxıram, analiz edirəm, amma heç vaxt yorum yazmıram. O adamlar var, qrupdakı mesajda oxur, heç vaxt cavab yazmır. Bax o adam mənəm. Yazır ki, tələbəyəm pula çox ehtiyacım var. 10 dənə postu 20 manata düzəldirəm. Xəbəriniz var, nə qədər üstə gəlir altına. İlahi, yəni sən düşün də, yəni 10 dənə postu sən 20 manata düzəldirsənsə, o post nə ola bilər axı? Bilirəm, pul vacibdir, amma uşaqlar, bir dənəsini düzəlt, al pulu bu. Amma ki 10 dənə posta dəysin də, sən 10 dənə postu 10 manat eləsən, 100 manat eləyir də. Yəni niyə daha keyfiyyətli olmayasan ki? Bax belə şeylərdə dizayn bazarını pis öldürür. Deməli keçirik guys 3-cü hissəyə. Photoshop bilən dizayner deyil. Yadınızda saxlayın. Niyə? Çünki Photoshopda şəkildə kəsmə olur, çap da eləmək olur, dizayn da eləmək olur. Hətta GIF belə düzəltmək olur da, saytlara banner üçün GIF. Və mən əvvəllər oradan eləyirdim. Bu yazıdır, görürsüz belə. Qarma qarışıqdır və çoxdur burada yazı. Sən buradakı hamısını elə dizayn eləməlisən ki, burada hər şey az görsənsin, amma ki, buradakı bütün fikri ötürsün. Yəni əsl dizayner problemi həll eləyəndir. Maraqlı və anlam qatan vizual verməkdir. Yəni Photoshopu bildim, mən dizaynerəm deyə bir şey yoxdur. Yəni mən Photoshopu bilib adam başı dəyişirəm, dizaynerəm o. Yox, o yəni standart bir şeydir. Buradan kəsdin, buradan birini qoydun, brush tool-la zatla sildin, indi AI-məyə çıxıb da basırsan ora düzəlir. Yəni Photoshopu bilən dizayner deyil, qardaş. Free-Pick-dən bir dənə template yüklüyür, hə. Orada nə bilim off 30%, 40% eləyir, oradakı şəkili götürüb PNG şəkli ora atır. Vəsə, qoyur belə. Yəni bu deyil, dizayn deyil. Photoshopu bilsən də dizayner deyilsən, dizayner bilsən kimdir? Problemi həll tapan. İkinci problemimiz nədir? Canva istifadə edənlər. Meditasiya edirəm. Canva istifadə edirəm. Qardaşım Canva-dır bu. Sən dizayner deyilsən. Orada hazır templatelər var. Basırsan ora qutarı gedir. Sən dizayner deyilsən. Bunu yadından çıxar. Yazır ki, Canva-da post düzəldirəm 5 manat.
Belə mən bu postu Canva-da 5 manat düzəltmişəm. Mən ona deyim ki, xanım, siz bu postdakı mesajı bilirsiniz. Deyir, hə. Dedim, ha, sən elə orada telefon ikonunun əsl telefonu oxşuyur, yəni bu post deyil də, bu posturaqdır. Post. Bu post deyil qardaş. Dördüncü problemimiz var. Təhsil sistemi real bazarın biz nə edib içindən keçib traktorunu ayı mağarası eləyib bu təhsil sistemi. Niyə? Kurslar var ya, o podvaldakı kurslar. Qardaş 3 aya dizayner ol. 3 ay dizayner sən ola bilmərsən heç vaxt. 3 aya sən Photoshopdan, biz də Photoshop dizaynerliyin əlifbasıdır da, hərfi də bir həm Photoshop bilmədi. Onca Photoshop deyirəm. Photoshopu sən heç 3 aya öyrənə bilmirsən. Photoshopda sən 3 aya ən azından nə bilim kontrast kəsmək falan filan, nə bilim brush tool, selection tool, nə bilim. Sən 3 aya hələ tam dərk edə bilmərsən ki, Crack necə yüklə bilərəm proqramı. Ən azından o bilməsən, dizaynersən qardaş, hər dəfə cloud-da pul verməyə pul var. Yalandan vətlər ver ki, nə bilim bu 3 aya dizayner ol. Yəni bu müştəri ilə danışmaq psixologiyasını öyrətmir. Başa düşürsüz? Ona görə 3 aylıq təhsil, tədris, 3 aydan sonra dünyanın ən bomba dizayneri olacaqsan deyə bir tema yoxdur. 5-ci, dizaynerlər özlərini niyə müdafiə eləmir qardaş? Niyə eləmirsiniz ha müdafiə? Pulsuz işə hə deyirlər. Pulsuz işlərə hə deyirlər. Heç vaxt pulsuz işə hə deməyin. Nə olur olsun. Bizi açan deyə bilərsiniz. Hər şeydə garanti verənmərsən, amma o bir dənə partlaya biləcək bir iş var. Onda pulsuz işləyə bilərsən. Amma pulsuz işlərə hə deməyin. Məsələn, sən şirkətdə işləyirsən, sənin vəzifən qrafik dizaynerdir. Düzdür? Sən animasiya bilirsən də, başa düşürsən, bilirlər ki, sən animasiya verirsən. Sənə animasiya verirlərsə, sən onu işləməməlisən. Haçan işləyə bilərsən, sənə pul versənlər. Pul vermirlərsə, bir gün gəlib deyəcək ki, qardaşım, bir dənə bura yanıb sönən altdan, bir dəfə bura belə sürüşən, positiondan olan şeylər, tekstlər at. Bu şeylər sizi daha da dibə gətirəcək. Bir də görəcəksiniz ki, o qədər iş görsən ki, sən də dizaynerlik eləmirsən, bilin animasiya işləyirsən, o verilən belə toksik maaşa. Ona görə yox deməyi öyrənin. Mənim gözəl dizaynerlərim freelance işlər götürürsünüzsə, bax bunu yaddan çıxartmayın. Mən müştərilərin əksəriyyəti ilə ona görə işləmirəm. Düzdür, pul lazımdır. Yəni mən də varlı deyiləm. Amma ki, xahiş edirəm bunu yaddan çıxartmayın. Əgər siz briefsiz işləyirsinizsə, bu iş deyil. Müştəriyə yox deyə bilmirsiniz, qardaş. Qorxursunuz ki, əlinizdən qaçar. Yaddan çıxartmayın, ha kişi, eşidirsiniz məni. Bentley-in reklama ehtiyacı yoxdur. Pul olan alır. Siz də özünüzü elə hesab edin. Maşın hesab eləməyin, marka hesab edin. Çünki sizin reklama ehtiyacınız yoxdur. Siz əgər bomba dizaynersinizsə, yaddan çıxartmayın ki, pulu olan adam həmişə sizdən sifariş alacaq. Və motivasiyalı son sözə gəlirəm. Bu videonu izlədikdən sonra sən hələ də dizayner olmaq istəyirsənsə mənim qardaşım, demək ki sən həqiqətən də dizaynersən. Və bu şeylər başınıza gəlsə, mənə yorumlarda bölüşməyi unutmayın, abunə olmağı unutmayın. Sevirəm sizləri. Dizayner olun, dizaynersiz qalmayın, Photoshopla birlikdə olun. Arrivederci.